Ən tez əzələ kütləsi necə yığa bilərsən? 1. Ən vacib yüksək karbohidrat alınmalı. 2. Bol su qəbul edilməli. 3. Balıq dönəmində əzələdəki karbohidrat miqdarı çox önəmli. 1 qram karbohidrat 2,7 qram tərkibinə su çəkir. Bununla da karbohidrat ilə su alımı bir-birini dəstəkləməlidir. 4. Şəkərdən mümkün olduğu qədər uzaq durulmalı. İnsulin həssasiyyəti düşürülməməlidir. 5. Yüksək miqdarda doymuş yağlardan uzaq durulmalı. Amma bir miqdar alınmalıdır. Çünki bu anabolik hormonlarımızın sintezi üçün çox önəmlidir. 6. Çox ağır yaxud çox yüngül işləmək əvəzinə əzələni daim gərginlikdə tutub pamp olduqdan sonra əsnədərək təkrarlar etmək lazımdır. 7. Məşq zamanı pamp yox, pamp olduqdan sonra edilən vurucu təkrarlar əzəliyə həm kütlə qazandırır, həm də sərt bir görünüm verir. 8. Öğün sayını artırıb daha çox yeməyə çalış. Əgər ki, iştah problemi yaşayırsansa, proteini biraz azaldıb, karbohidratı bir miqdar artıra bilərsən. Protein sənə toxluq hissi verdiyindən azaldığında iştahın bir miqdar açılacaq. 9. Qolu 50 sm olan naturallara inanma. 10-cu və sonuncu maddə. Səbr elə. Özünü heç kimlə müqayisə etmə. Bunu həyat tərzinə otuzdurmağa çalış və bu müddətdən həzz al.